Hər kəsə salam, xoş gördük hər birinizi. Uzun bir aradan sonra yeni bir Azərbaycan dili izahı ilə qarşınızdayım. Bugünkü mövzu izahımız morfemika bölməsi şöbəsi olacaq. Lakin izaha keçməzdən öncə ənənəvi olaraq onu xatırlatmalıyam ki, mənim ödənişsiz yay dərslərində iştirak etmək istəyən hər kəs video başlığında qeyd etmiş olduğum əlaqə nömrəsi ilə əlaqə yarada bilər. Tam ödənişsiz, yaşından, ixtisasından, hazırlaşmış olduğu qrupdan, buraxılışından, blokundan, heç bir şeydən asılı olmayaraq qoşula bilərsiniz. Belə toparlayayım artıq. Çox keçmədən mövzu izahına başlayaq. Morfemika. Biz deməli morfemikada sözün quruluşundan və tərkibinə görə təhlilindən danışacağıq. Sözün mənalı hissələri kök və şəkilçidir. Onlar ümumiyyətlə morfem adı altında birləşir. Kök və şəkilçidən danışmazdan öncə biz danışaq lüğəvi məna anlayışından. Yəni lüğəvi leksik məna paralel olaraq işlənir. Leksik mənası olan sözlərə biz daxil etdik əsas nitq hissələrini, leksik mənası olmayan sözlər isə hansılar idi? Deməli köməkçi nitq hissələri. Belə, sözün ayrılıqda işlənən, suala cavab verən hissəsi nə oldu? Deməli oldu bizdə kök. Bu qədər. Sözün deməyə elə belə deyək ki, ayrılıqda işlənən, suala cavab verən hissə nədir? Kökdür. Ayrılıqda işlənməyən, lakin kökə qoşularaq yeni məna yaradan hissəmiz nə oldu? Oldu bizdə şəkilçi. Bu qədər. Kök və şəkilçi adı morfemlər olaraq da veriləcək. Onu yenə də xatırladım. Yəni bizi çaş-baş salmasın. Daha sonra kök və şəkilçidən qısaca olaraq danışdıq. Şəkilçilər özlüyündə təbii ki, bir neçə qrupa bölünür. Mənşəyinə görə bölünürlər, leksik və qrammatik olmağına görə bölünürlər, variantlılığına görə bölünürlər və s. Biz danışaq leksik və qrammatik şəkilçi anlayışından. Deməli, leksik şəkilçilər söz kökünə qoşularaq yeni mənalı söz yaratmalıdır. Yəni, köklə şəkilçi arasında qırılmaz bir əlaqə olmalıdır. Bu qədər. Məsələn, leksik şəkilçinin işarəsini də yazaq. Məsələn, yazaq köçkün. Məsələn, yazaq qızğın. Məsələn, yazaq dəmirçi. Məsələn, yazaq evdar. Məktəbli. Yanlış qələm almışam. Bu yaxşı yazmır. Problem deyil. Kök sözünə qınçin, qunçun şəkilçisi var, leksik şəkilçidir. Bu şəkilçini əlavə etmişəm, yaratmışam yeni mənalı bir söz. Yox, əgər mən bura bir qrammatik şəkilçi əlavə etsəydim, yeni mənalı söz yaranmayacaqdı. Kökdən köçkün zaten yaranıb. Aydındırmı? Feilin üzərində mən şəkilçi əlavə etmişəm. Yaratmışam. Bax, kökün işarəsi, bu da leksik şəkilçinin işarəsidir. Mən bura bir lar-lər şəkilçisi artırsam, qrammatik şəkilçisi artırsam, mən yeni mənalı söz əldə etmiş oluram mı? Xeyr. Kökdən qınçin, qunçun şəkilçisi əlavə olunaraq kök sözünə yeni mənalı söz verdi mənə. O verən sözün mən sayını çoxaldıramsa, mən yeni mənalı heç nə yaratmıram. Köçkün zaten yaratmışam. Bir dənə də mən ora lar-lər şəkilçisini əlavə eləmişəm. Dünya dağılmayıb ki, heç nə. Köçkünlər, baxın köçkün anlayışıdır. Mən onu sadəcə çoxaltmışam say olaraq. Formasını dəyişmişəm. Formasını da dəyişirəmsə olur nə? Qrammatik. Bu hissə. Daha sonra qızğın sözü. Qızmaq feilinə belə bir şəkilçi əlavə etmişəm. Yeni mənalı söz yaratmışam. Oldu leksik. Dəmir sözünə cansız bir anlayışa, əşyaya çı-çi, çu-çu şəkilçisini artırmışam. Belə yazaq. Nə oldu? Artıq insan anlayışı elə bir yarandı. Düzdürmü? Oldu dəmirçi. Yenə mən bunu. Bura bir lar-lər şəkilçisi artırsam, yaxud da, üzr istəyirəm, çıxışlı xal şəkilçisi artırsam, mən onun sadəcə sayını çoxaldacam. Yeni mənalı heç nə yaratmış olmayacam. Deməli, sadəcə onun mən formasını dəyişirəmsə, bu olur məndə qrammatik şəkilçi. Baxın,
Dəmir sözündən dəmirçi yaratdım, insan yaratdım. Bir də deyirəm ki, hətta yenə də yarada bilərəm. Yenə də yarada bilərəm bir dənəsində. Dəmirçilik yarada bilərəm. Düzdürmü? Artıq nə oldu? Elə ki, peşə oldu. Dəmirdən dəmirçi yaratdım, adam, insan yaratdım, dəmirçilik, peşə yaratdım. Bir də deyirəm ki, dəmirçiliklər. Mən zaten yaratmışam da bir şey, düzdürmü? Sadəcə onu çoxaldıram, formasını dəyişirəmsə, yeni mənalı heç nə yaratmıram. Yaxud da dediyim kimi, hal şəkilçili sözlər bizdə nə sayılır? Qrammatik şəkilçi sayılır. İndi nələr leksik, nələr qrammatik sayılacaq, onları deyəcəm. Hələ ki, ümumi kütləvi izahlarımızı veririk. Ev sözünə bir variant dar şəkilçisini artırmışam. Ev, elə bir ki, obyektdən, bir cansızdan bir insan yaratdım, evdar. Daha çox, necə deyirik? Evdar xanım deyirik, düzdürmü? Bax, eyni anlayış. Yaxud da evdarlıq. Yenə, yeni mənalı söz yaratdımsa, oldu nə? Leksik şəkilçi. Məktəb sözünə l, li, lu, lu şəkilçisi artırıldı, oldu yeni mənalı bir söz. Aydındır? İndi mən bura lar, lər şəkilçisi, yaxud da hal şəkilçisi, zaman şəkilçisi, indi yerinə görə zamanda, indi bu sözdə olmaz. Və sair şəkilçilər artırsam, bu artıq olacaq qrammatik. Deməli, qrammatik şəkilçilər hansılardır? Qrammatik şəkilçi dedik ki, sözün yalnızca formasını dəyişir, yəni sayını çoxalda bilər, yaxud da formasını dəyişər. İsimlərdə cəm, hal, mənsubiyyət şəkilçiləri, feillərdə deməli, feilin qrammatik məna növləri istisna olmaqla, feilə aid nə qədər kateqoriya varsa, zamandır, təsviflənməyən formalardır, inkarlıqdır və s. nə qədər şey varsa, bir dənə o feilin qrammatik kateqoriyaları da dedikdə o məlum, məhsul, qayıdış və s. növlər nəzərdə tutulur. Yəni onlardan başqa yerdə qalan şəkilçilər, məlum növdə zaten şəkilçi yoxdur, ümumiyyətlə saydım. Feilin qrammatik məna növlərindən başqa, feilə aid nə qədər haqq hesab varsa olur nə? Qrammatik şəkilçilər. Bu qədər. Leksik şəkilçi dedik ki, sözün kökünə qoşularaq yeni mənalı söz yaratdı. Qrammatik şəkilçi isə yaranmış olan bir şeyi sadəcə say olaraq çoxaltdı bizdə. Bu qədər. Belə. Leksik şəkilçilər milli də olar, alınma da olar. Müxtəlif cür yazıla da bilər. Lakin qrammatik şəkilçilər yalnız alınma olur. Qrammatik şəkilçilərin hamısı millidir. Leksik şəkilçilərin də əksəriyyəti millidir. Amma indi birazdan şəkilçilərin mənşəyi haqqında danışanda onlardan da bəhs eləmiş olacağam. Deməli, kökün işarəsi, leksik şəkilçinin işarəsi, qrammatik şəkilçinin işarəsi. Belə. Yazmışam ki, yaramaz şəkilçilər. Mən leksik şəkilçidən və qrammatik şəkilçidən ümumi hibrid şəkil, yəni qarışıq şəkildə danışdım ki, yəni anlayışımız, məlumatımız olsun. Yaramaz şəkilçilərimiz var bizdə. Nə deməkdir bu? Azərbaycan dilində %99 sözdə əvvəlcə kök gəlir, sonra leksik şəkilçi gəlir, ardınca isə qrammatik şəkilçi gəlir. Məsələn, dilim topuq vurdu, üzrlü sayın. Deməli, lakin bizdə bir neçə deməli, şəkilçilər var ki, həmin qaydanı pozur. Artıq bu 5 dənə planı silirəm. 4-dür, 5-dir, bilmirəm. Mən dedim ki, dilimizdə əvvələn leksik şəkilçi gəlir, söz kökünə, yəni əvvəlcə leksik şəkilçi qoşulur, sonra qrammatik şəkilçi. Məsəl üçün, evdarlıq sözünü götürək. Ev sözün kökü oldu, dar leksik, lıq leksik. Məsəl üçün, oraya mən bir dənə çıxışlı hal şəkilçisi əlavə eləyərəm, asanlıqla, yəni həmin qaydaya tabi olur. Bu belə. Bunu da silmirəm, qalsın. Həmin istisnalar odur ki, leksik şəkilçi olmalarına baxmayaraq, baxın ki, gil, sız, dakı, dəki, yəni bu şəkilçilər özündən əvvəl qrammatik şəkilçi gələ bilər. Bu sözlər istisnadır. Yəni bizdə 99%, 90% belə deyək, 99 deyək, yaxşı. Söz kökünə əvvəlcə leksik şəkilçi qoşulur, sonra qrammatik şəkilçi qoşulur. Lakin bu 4 şəkilçinin qoşulmuş olduğu sözlər istisnalıq təşkil eləyəcək. Deməli, baxın, ki şəkilçisindən əvvəl qrammatik şəkilçi gəlib. Gildən əvvəl qrammatik şəkilçi gəlib. Sız, siz, suzdan əvvəl qrammatik şəkilçi gəlib. Və baxın, yenə mənsubiyyət şəkilçisi gəlib. Bu deməkdir bu qayda. Daha sonra şəkilçilərin plan üzrə geçsək, variantlılığından danışa bilərik. Nə deməkdir? Bu, yəni yazılış qaydasına görə bir cür yazılan şəkilçilər var, iki cür yazılanlar var
və 4 cür yazılan şəkilçilər var. Üzr istəyirəm. Bir cür yazılan şəkilçilər. Bir cür yazılan şəkilçilərin hamısı ahəng qanununa tabe olmur. Hamısı ahəng qanununa deməli tabe olmayacaq. Və bir cür yazılan şəkilçilərdə milli və alınma olmağına görə iki qrupa bölünür. Milli şəkilçilər gil, daş, sal, şın, lak, məsəl üçün otlaq olar, məsəl üçün olar sarışın və s. Yəni bu şəkilçilər milli mənşəli bir cür yazılan şəkilçilərdir. Daha sonra bir cür yazılan alınma şəkilçilər yazmışıq bura. Bana, pərvər, pərəst, dan, dan, tək, dan, dən deyil. İndi bunu izah edəcəm. Ən, ivi, keş, dar və s. Dara qeyd etdik bayaq evdar, keşə yazarıq cəfakeş, tarixi, ənənəvi, sonra ənə yazmışam qəflətən, baxın, qəflətən, evdar, cəfakeş, tarixi, ailəvi. Bu güldən çıxmırsan ki, o mənim çıxış nöqtəm deyil ki, düzdürmü? Nəyə görə mən bu dan şəkilçisini görən kimi çıxışlı xal götürüm? Götürə bilmərəm. Yeni mənalı söz yaratmışam. Güldən, cansızdan, yaxud da gülə canlı deyə də, bitki isə canlı olsun, yaxşı. Dan şəkilçisini, danı qoşmaqla, özüm də çaşdım, dan şəkilçisini qoşmaqla yeni mənalı söz yaratmışam. Bir variantlı dandır bu. Bu da oldu bir cür yazılan milli mənşəli, alınma mənşəli şəkilçilər belə. Bunlar ahəng qanununa dedik ki, tabe olmurdular. Ahəng qanunun tələbinə görə şəkilçilər əsasən 2 variantlı və 4 variantlı olur. Yəni ahəngin gözlənilməyinə görə. Məsəl üçün, əmək sözünə, hər halda əmək sözünə mən, yaxşı, yazmışam, elə olduğu şəkildə izah edeyim. 2 cür yazılan şəkilçilər. Dakı, dəki, lar, lər, mamə, dadə, aca, qəcək. Bunu istənilən qədər artıra bilərik. 2 cür yazılan şəkilçilər, deməli, açıq saytlərin hesabına yaranmış olan şəkilçilərdir. Açıq saytlər. Bax, məsəl üçün, lar, lər, mamə, aca, qəcək və s. Artıra bilərik. Bura belə bir istisna yazmışam. O və ö, deməli, səsləri, saytləri bizdə sözün son hecasında nisbətən az işlənir deyə, yəni bu söz yaratmada nisbətən zəif iştirak edəcək. İstisnalar da Güney, Oxlov və Uzunsov sözləridir ki, yəni bütün bunlara baxmayaraq, yəni onların da işlənmə məqamları var. Belə. Bunlar hamısı o deməli bizdə olacaq qrammatik şəkilçilər, bir dənə bu dakı, dəki olacaq nə? Leksik şəkilçi. Bunlar bütün hamısı bunlar nədir? Qrammatik şəkilçilərdir. Mən leksik şəkilçilər hansıdır, qrammatik şəkilçilər hansıdır, onları lövhədə özüm ayrılıqda yazmadım. Yəni üzərində işlədikcə hamısını deyəcəm. Bütün bir variantlı şəkilçilər hamısı buradakı şəkilçilər, sözlər olur nə? Leksik şəkilçili sözlər, leksik şəkilçilər. 2 cür yazılan deməli şəkilçilərdən də dedim ki, leksik olan da var, qrammatik olan da var. 4 cür yazılan şəkilçilər qapalı saytların hesabına onlar bir qapalı sayt iştirak etməlidir. Bir də ımca şəkilçisi var ki, bu da çıxanda da fikir verək. Imca, incə, unca şəkilçisidir ki, deməli o da 4 variantlı şəkilçidir. Bunlar da öz aralarında leksik və qrammatik deməli olmasına görə bölünür. Məsəl üçün, lıq-liq-luq-lüç leksikdir, çı-çi-çu-çu leksikdir. Nəyə görə? Leksik və qrammatik şəkilçilərin mənasını biz əslində bilsək, bu şəkilçiləri əzbərdən bilməyimizə ehtiyac yoxdur. Məsəl üçün, dəmir sözünə çı-çi-çu-çu şəkilçisini biz artırırıq, dəmirdən insan yaradırıq, dəmirçi. Lıq-liq-luq-lüç şəkilçisini artırırıq, peşə yaratdıq. Nə yaratdıq? Dəmirçilik, yaxud da müəllim, müəllimlik. Bu qədər. Davam edirik. Sözün quruluşsa növləri haqqında danışmağa. Sözlər quruluşsa sadə, cəzb və mürəkkəb olmaqla 3 əsas qrupa bölünür. Deməli, sadə sözlər bir kökdən yaxud da kök plus qrammatik şəkilçisidən ibarət olmalıdır. Məsəl üçün, kitablar, evlər, qələmlər. Sadə söz deyəndə adətən tələbələr çaşırlar ki,
Yəni heç bir şəkilçi iştirak eləməməlidir. Eləməlidir, amma qrammatik şəkilçi ola bilər. Yəni eləyə də bilər, amma qrammatik şəkilçi iştirak edə bilər. Yəni nə qədər ağlınıza gəlirsə o qrammatik şəkilçilər hamısı sadə söz sayılacaq. Belə bir bizdə qarışdırılan sözlər var. Dağıntıdır, dağınıqdır, saralmaqdır, çilingərdir, səngərdir, çolaqdır, biləkdir, anlamaqdır, kiçilməkdir və aparmaqdır. Bunlar da biz harda nə bilim ıntını görüb, harda nə bilim al əli görüb, lığını görüb, gəri görüb, laləni görüb, ıl, il, ul, ülü görüb. O an, yəni anında avtomatik bu sözləri düzəltmək kimi götürməməliyik. Baxmalıyıq ki, mən bayaq nə dedim? Köklə ona qoşulan şəkilçi arasında məna bağlılığı olmalıdır. Bunlarda varmı? Varmı görək? Dağ sözünə ıntı şəkilçisi artırsa, bir dənə fikir verin, o bildiyimiz dağdan nəyisə dağılmağının arasında məna yaxınlığı var. Yoxdur axı. Yoxdursa, deməli, mənim bu bölgüm səhvdir. Aydındırmı? Bunlar hamısı nədir? Sadə sözdür. Bir kökdən ibarət olan sözdür. Hara qədər bax, bura qədər. Sadə sözlərdir. Yaxud da o dağıntı dağınığı izah elədi. Yaxud da bu sözə baxaq. Saralmaq sözünə baxaq. Sara deyə bizdə söz var, yox. Sara adam adı olar da, onun da bizə heç bir adəti yoxdur. Yoxdursa, mən bılığını ayrıca leksik şəkilçi kimi götürə bilmərəm. Saral götürərəm bunun kökün. Magməkdə nə dedim, bayaq məsdər haqqında danışdım. Deməli, nə oldu bu söz? Oldu nə? Sadə söz. Sadə sözlər. Daha sonra, çilingər sözü. Bizdə çilin söz var, çil sözü var, yoxdur axı. Ona görə də kökdənib, sadə sözdür. Sən sözünə, sən, mən, sən, o mənadakı sən, bu əvəzliyə gər şəkilçisini artırmaqla mən səngər, yəni o qazılan bir yerin arasında heç bir məna yaxınlığı yarada bilmərəm. Adamın əlini kəsərlər. Ona görə də bu olacaq nə? Sadə söz. Çol sözünə ək artıra bilmərəm. Çol deyə bir anlayış yoxdur bizdə. Çola var idi, o vaxt vilayət idi tarixdə. Yəni o vilayətlə də nə bilim mən şikəst olan birini bağlaşdıra bilmərəm. Çolaq götürürəm, bilək götürürəm, bildən bilək yarada bilmərəm. Amma yatmaqdan yataq yarada bilərəm. Ona görə bunu yazdım ki, bu düzəltmə söz sayılacaq. Yenə də deyirəm. Nəyisə bilməklə bu bilək arasında məna bağlılığı yoxdur. Amma deyərəm ki, gedək işi bilək, biz bilək. Aydındırmı? Biz bilək. Birinci şəxsin cəmi. Onda işlədə bilərəm. Bunu belə də işlədə bilərəm, yaxud da belə də deyə bilərəm ki, bilək, yəni biləyim ağrıyır. Bu mənada da olar. Yəni orada biz şəkilçilərin amonimliyindən danışarıq sonra. Daha doğrusu isə danışmışıq. Bu qədər. Sadə sözlərdən bunlar. Düzəltmə sözlər. Düzəltmə sözlər kökə qoşularaq məna verməlidir. Bütün saydığım düzəltmə şəkilçiləri, leksik şəkilçiləri deməli buraya aid edə bilərik. Qop sözünə, bax bir də burada onu izah edeyim, sadə sözlər. Ap sözü yoxdur da bizdə, düzdürmü? Apar sözü var, magmək bildim ki, sadə sözdür bu. Amma qop sözü var. Qopmaq bizdə feili var. Aydındır mı məsdərdə? Ona görə də bu söz nə olur? Düzəltmə olur. Uzaq, uzaqlıq. Leksikdir. Leksik şəkilçisinin üzərində çox dayanmağa dəyməz. Çünki, yəni düzəltmə sözlərin üzərində çox dayanmağa dəyməz. Çünki bayaq leksik şəkilçilərdən genəbol danışdıq. Yenə, gəldik son prinsipimizə, mürəkkəb sözlərə. Mürəkkəb sözlərdən danışarkən mürəkkəb sözlər 3 cür yazılır. Defslə, bitişik və ayrı. Defslə və bitişik yazılanlar əslində əsl mürəkkəb sözlər hesab olunur. Ayrı yazılanlara elə biraz ayrı münasibət var, öcəklik var. Bunlara tərkibi mürəkkəb sözlər də deyilir və s. Onlar dilimizdə zaten çox az işlənir. Ayrı yazılan mürəkkəb sözlərdən danışmışkən isim və sifətlərdə ayrı yazılan mürəkkəb söz anlayışı yoxdur. Onu bir dənə deyim, ola bilər sonra yadımdan çıxar. Aha. Defslə yazılan mürəkkəb sözlər. Baxırıq bura. Bir neçə yolla yarana bilər. Defslə yazılan mürəkkəb sözlər. Ümumiyyətlə, mürəkkəb sözlər bir neçə yolla yarana bilər. Belə ağlınızda saxlayın. Hələ defs söhbətini buraxın. Birincisi, müxtəlif mənalı sözün birləşməsi ilə. Burada təbii ki, defsdən söhbət getmir. Ümumiyyətlə deyirik. Defs olacaq, sonrakılar, artıq sonrakılar. Müxtəlif mənalı sözün birləşməsi ilə. Stol və üst sözü ilə birləşib. Oldu nə? Stol üstü kitab, nə və s. 5 sözü ilə mərtəbə, 5 sayı ilə mərtəbə ismi birləşib. Olub 5 mərtəbəli. Cümlədə də nə olacaq? Sifət olacaq hətta. Belə bir gülməli vəziyyət.
Əl üz yuyan, əl üz yuyan sözü. Belə. Yaxın mənalı sözün birləşməsi ilə toyuq cücə, oğul uşaq, qız gəlin, nə bilim, qohum qardaş və s. əks mənalı sözün sözlərlə. Az çox, bunlar hamısı nədir? 2 və 3-cü qaydamız defislə yazıldı. Az çox, yəni əks mənalı sözlərdə, yəni antonimlərin hesabına. Az çox, nə bilim, elə az çox dedim, yəni axlıma niyə gəlmir? Nöqtələr qoymuşam ki, hələ özün artırarsan. Hə, böyük, kiçik, irili, xırdalı və s. yəni ola bilər. Eyni sözün təkrarı ilə yarananlar. Tez-tez, gec-gec, axşam-axşam, səhər-səhər, gecə-gecə və s. Deyir, gecə-gecə qanımı qaraltma. Belə. 5-ci qayda. Qeyri, əks, eks, elmi, ober, kontur və s. sözlərinin birləşməsi ilə olanlar deməli defislə yazılacaq. Ümumiyyətlə, bu tre anlayışını biz unudaq mürəkkəb sözlərdə defisdən istifadə olunacaq. Məsəl üçün, qeyri-qanuni, əks hücum, nə bilim, ober-leytenant, kontur-admiral və s. bu sözləri yadda saxlaya bilərik. İzafət birləşmələri nədir? İzafət birləşmələri daha çox elə ərəb-fars mənşələr, daha çox yox elə deyək. Yəni o çətin sözlər var idi. Ha, məsəl üçün tərcümə hal idi, sonra nə yazmışam bura, tərz hərəkətdir və s. Bunları harda görsək, bilək ki, bunlar ağır işlənən izafət tərkibli anlayışlardır, sözlərdir. Bu qədər mürəkkəb sözlərdən bircə dənə şey yazmışam bura, xoşbəxtlik sözüdür ki, deməli, xoş və bəxt sözləri. Bu 2 dənə müstəqil ayrı-ayrılıqda kök var. Deyir ki, mürəkkəb sözlər leksik şəkilçi qəbul eləsə də yenə də mürəkkəb söz sayılacaq. Bu istisnalara bir balaca fikir verək. Mürəkkəb sözün defis hissəsindən bu qədər. Gəldik, bitişik yazılan mürəkkəb sözlər yazmışam ki, bir vurğu altında deyilməlidir. Bir dənə onların vurğusu olmalıdır. Yəni bir vurğu altında deyiləcək. Məsəl üçün, bugünkü, yelbeyin, acgöz, göz ucu və s. Sonra yazmışam ki, babə, ha və a bitişdiriciləri ilə yarananlar da deməli bitişik yazılan mürəkkəb sözlərə misal olacaq. Məsəl üçün, qaça-qaç deyir düşdü, qaça-qaç, yan-bayan, nə bilim, basa-bas və s. Ayrı yazılanlar ümumiyyətlə azdır. O gün, bugün və s. tiplərdə ayrı yazılacaq. Təkcə bunlardan ibarət deyil, çoxdur, amma yəni hamısını dediyim kimi yazmağa bir elə ehtiyac qalmadı. Bu qədər sözün quruluşça növləri. Sözün başlanğıc formasının işarəsi də elə ki, kökün tərsamayallıq aşmış bir formasıdır. Belə. Kökün elə ki, tərs dönmüş forması olacaq başlanğıc forma. Başlanğıc forma sözdə qrammatik şəkilçə qədər olan hissədir. Bütün leksik şəkilçilər o həmin başlanğıc formanın içərisinə daxil olacaqlar. Təpələşəcəklər bir yerə. İçlərinə kimi almayacaqlar, qrammatik şəkilçini öz aralarına almayacaqlar, ondan xoşu gəlmir. Məsəl üçün, kitab sözün kökü, larlər, onun dedim ki, çoxaltdı, elə bir formasını çoxaltdığına görə nə oldu? Qrammatik şəkilçi oldu. Nağıl, yenə nağılı mən bir dənə nağılı çoxaltdımsa, formasını dəyişdimsə, nə oldu? Qrammatik şəkilçi oldu. Dərs, imiz, mənsubiyyət şəkilçisidir, qrammatik şəkilçisidir. Deyir ki, qrammatik şəkilçiyə qədərki hissələr sözün başlanğıc forması hesab olunur. Başlanğıc forma bizə lazımdır. Sözün leksik mənasını, deməli, mənasına baxarkən, nitq hissəsinə mənsubluğuna baxarkən, yəni hansı nitq hissəsindən düzəlməyindən biz danışanda başlanğıc formaya da baxacağıq. İndi bunu izah edəcəm, nə demək istəyirəm? Sözün kökü kitab sözüdür, düzdürmü? Deyirəm ki, əgər bir sözdə leksik şəkilçi yoxdursa, sözün kökü ilə başlanğıc forması üst-üstə düşə bilər. Necə ki, hamısı da düşdü. Sadə sözlərdir, sözün kökü ilə də başlanğıc, bu kök işarəsidir. Belə. Deməli, nə deyirdim? Sözün kökü ilə başlanğıc forması üst-üstə düşə bilər. Məsəl üçün, çətin bir söz yazaq. Çox çətin yazmayaq, hələ sadə yazaq. Yazaq qoyunçuluqlar yazaq. Belə bir söz yoxdur, amma yazaq. Bəlkə də var. Sözün kökü qoyun, düzdürmü? Qoyunçu, qoyunçuluq, qoyunçuluqlar. Başlanğıc forma hara qədər olacaq? Əlimi tuturam elə ki, qrammatik şəkilçinin üzərinə. Qrammatikdən qalan nə varsa, çox gözəl də yazdıq, olur sözün başlanğıc forması. Bütün leksik şəkilçilər oraya aid olacaq. Yenə o bayaq yaramaz şəkilçilər adlandırmışdım. 4 dənəsi var idi. İndi hamısını deməyəcəm. Bir ikisini yazmışam bura. Yoxsa elə hamısını yazmışam. Yox, nəysə. Həmin şəkilçilər. Sözün kökü əmi. M qrammatik, gil leksiklər qrammatik.
Ev, kök, imiz. Mız, imiz, umuz, ümüz, qrammatik, dakı, dəki, leksik. Bəh, kökə baxı. Deməli, həmin bu şəkilçilər, baxın, bayaq dedik axı, biz leksik və qrammatik şəkilçinin işlənmə məqamından danışarkən biz qaydanı xatırlatdıq ki, söz kökünə əvvəl leksik şəkilçilər qoşulmalıdır, sonra qrammatik şəkilçilər. Bu cil, daçısız, sizsuz, küki, küki və s. yəni bunlar istisnalıq təşkil edirdi. Deyir ki, bu tip sözlərdə başlanğıc formanı burada kəsməyəcəm. Gedirəm, görürəm ki, o gillər hardadırsa, yaxud da dakı, dəkilər hardadırsa, kilər hardadırsa, mən həmin şey bitənə qədər, həmin hissə bitənə qədər başlanğıc formamı uzatmalıyam. Yəni, bax burada gil harda bitib? Lar-lərdən əvvəl. Deməli, ora qədər qoymalıyam başlanğıc forma. Bu, imdi, mıdı, bunların işlənməyi həmin bu gil, dakı, üzr istəyirəm və s. yəni bu qaydanı pozan şəkilçilərə təsir göstərməyəcək. Başlanğıc formanın içində onları biz təhlil edəcəyik. Bu 4-5 istisna sözlərə aiddir ha bunlar. Yəni qrammatik şəkilçilər başlanğıc formaya daxil edilmir. Sadəcə o gildir, dakıdır, yəni o saydığım şəkilçilər olarsa, onlarla paralel işlənərsə həmin şəkilçilərdən əvvəl başlanğıc formanın içərisinə daxil olacaq. Ən birinci deməli olduğum sözü ən axırda deyirəm, ona görə də video müddəti bəlkə də uzun olur. Nəysə, söhbətdir də eləyirik. Bunları yəqin ki bildik. Bunlardan yəqin ki bizim problemimiz qalmaz. Yazmışıq ki, məslərdə olan, lüğətlərdə adətən feillər deyir ki, məslər formasında verilir, amma məslər şəkilçiləri də, yenə özür istəyirəm, məslər şəkilçiləri də başlanğıc formaya aid edilməyəcək. Bu mag-məq şəkilçisi bizdə başlanğıc formasına aid edilməyəcək. Aydındır? Oxudan oxutmaq və s. Yaratmışıq. İsimlərdə deyir ki, yəni lüğətlərdə isimlər, yəni zaten adlı halda verilir də, yəni və onlar deyir, kökü nədirsə başlanğıc forması da elə olacaq. Kitabdır, qələmdir, anadır və s. olan deməli sözlər. Hərəcə qabağınızdan yazmışam ki, uzun olmasın, amma yenə də uzun danışırıq, danışmalıyıq çünki. Sonra bitişdirici samitlər yazmışam, yığını, sı. Bitişdirici samitlərin mahiyyəti saitlə bitən söz kökləri ilə ona qoşulan saitlə başlanan, ona qoşulan saitlə başlanan şəkilçi arasında bir körpü rolunu oynayır. Yığını, sı samitləri. Məsələn, nənə sözünə, belə dönüm. Nənə sözüdür, bax, nənə. Bax, sözün kökü nə ilə bitib? Heç kök şəkilçi ayırıb sizi çaşdırmayın. Söz nə ilə bitib? Saitlə bitib, düzdürmü? Saitlə bitib. Şəkilçi nədir? Yönlü şah şəkilçisi də bu bilirik. Şəkilçi nə ilə başlayıb? Yenə saitlə başlayıb. Saitlə bitən söz kökü ilə saitlə başlayan şəkilçi arasında yığını, sığlardan biri olmalıdır. Bu qədər bəsit. Lakin bu hər zaman mı belədir? Xeyr. Biz burada təbii ki, bu əvəzliklərinin rolunu görəcəyik. Samitlə başladı, baxın şəkilçi. Saitlə bitdi söz, o, bu. Düzdürmü? O, bu. İndi hələ ki, ondan sözü izah edirəm. Amma şəkilçi samitlə başladı. Dan dən şəkilçisi. Yenə də buradakı deyir nılar. Nə olacaq? Bitişdirici deməli samitlər sayılacaq. Bunlara əslində biz istisnalar, qaydanı pozanlar, yaxud da testlərdə belə bir şey qarşımıza çıxa bilər ki, bitişdirici samitlərə xas olmayan xüsusiyyət və s. Yəni bunlar. Yəni bunlar da bitişdiricilərdir. Belə. Məsəl üçün, elə bizdə bəzi sözlər verəcək ki, orada biz məna axtaracaq ki, ay Allah, görəsən burada bitişdirici var, yoxsa yoxdur. Məsəl üçün, deməli, elə hamısına da yazmışam ki, yox, elə düz yazmışam. Bax, bu çörə sözü var bizim dildə. Çörəyin yazmışam. Bizim dildə çörə sözü var, yoxdur. Elə yığını, sığını mən harada görüb bitişdirici mi götürməliyəm? Xeyr. Mən, düzdür da saitlə saitin arasındadır. Gəlin bitişdirici götürüm, səhvdir artıq. Çünki mənim sözümün kökü nədir? Çörək sözüdür, düzdürmü? Yığ nəyə görə yığ olub burada? Biz keçmişdik axı fonetikadan. Nəyə görə keçdik? Bu dedik ki, çörək sözüdür adi halda, yəni çörək yazılışı saitlə başlayan şəkilçi artırılarsa olur yığ, çörəyin. Bu həmin o yığdır.
Mənim burada bitişdirici samitdən danışmağa haqqım yoxdur. Müstəqil kökə birləşməlidir. Məsəl üçün, nənə sözü kimi, o, bu və s. Belə bir şey olmalıdır. Yaxud da məsəl üçün yazaram ki, körpəyə. Bax, körpə sözü var bizdə. Deməli, buradakı y nədir? Bitişdiricidir. Amma bu çörək sözündə o deyil axı. O deyil. Yaxud da testlərdə yenə verir ki, kəpənək sözü. Kəpənəyin yazar da, kəpənəkin nədir? Bu kəpənək sözüdür, düzdürmü? Yenə burada da bitişdirici yoxdur. Kökə baxmalıyam. Bu kökün içindədir axı bunlar. Ona görə mən onları bitişdirici hesab edə bilmərəm. Burada da var bitişdiricilər. Bəli, nənə saitlə bitib, saitlə başlanan şəkilçi, həmçinin saitlə, deməli, söz saitlə bitib, yenə yönlü çağ şəkilçisini artırmışıq. Bu da oldu belə. Son olaraq da haqqında danışaq. Söz nədən düzəlib və eyni köklü sözlər anlayışından. Deməli, söz nədən düzəlib anlayışı ilə sözün kökünün hansı nitq hissəsi olması anlayışı tamamilə fərqli anlayışlardır. Belə bir şey yazmışam. Yazmışam güldandakı. Sözün kökü gül, güldan, güldandakı. Bu sözün kökü gül. Gül sözüdür. Amma məndən soruşsa ki, gül ismidir. Məndən soruşsa ki, güldandakı sözü, yəni bu söz nədən düzəlib, hansı sözdən düzəlib desə, o saat mən əlimi qoyuram sonuncu leksik şəkilçinin üzərinə, yerdə qalan hissələr mənim sualımın cavabı olacaq. Yaxud da əkinçi sözü, ək feilinə, əkinçi. Bunu ortadakı leksik şəkilçinin içindədir. Yenə əkinçi sözünü soruşsa məndə. Kök məndə nədir? Feildir. Ək feilidir. Ondan əkin yaratdım, sonra insan yaratdım. Sonuncu leksik şəkilçinin üzərinə əlimi qoyuram, silirəm onu. Mənim deməli əkinçi sözüm nədən yaranıb? Əkin sözündən yaranıb. Bu qədər. Əgər bir sözdə yalnız bir leksik şəkilçi varsa, həmin sözün kökü ilə başlanğıc forması üst-üstə düşəcək. Məsəl üçün, kitabxana sözündə kitab kök, xana leksik şəkilçi. Mən nə dedim? Sözün nədən yaranmış olduğunu tapmaqdan ötürü axırıncı leksik şəkilçini silirəm. Xananı silirəm. Deməli, sözün kökü də kitabdır. Yaranmış kitabxana sözü də nədən yaranıb? Kitab sözündən yaranıb. Həmçinin evdar sözü. Kök evdir, dar leksik şəkilçidir. Deməli, bir leksik şəkilçi var deyilmə sözdə, mənim elə evdar sözündə nədən yaranıb? Ev ismindən yaranıb. Bu qədər bəsit. Burada 2 və daha çox deməli leksik şəkilçidə olanda fərqli anlayışlar var, amma deyirəm ki, yenə son olaraq ümumiləşdirirəm. Əgər bir sözdə bir leksik şəkilçi varsa, zaten həmin o leksik şəkilçinin üzərində mən əlimi qoyacağımdan ötürü, deməli sözün kökü ilə yaranmış olduğu nitq hissəsi üst-üstə düşür. Bu qədər sadə və bəsit. Yazmışıq eyni köklü sözlər. Yazmamışıq, amma nümunələrini yazmışıq. Eyni köklü sözlərin kökləri eyni olmalıdır, adından görüldüyü kimi. Nələr eyni köklü söz hesab oluna bilməz? Kökü homonim olan sözlər eyni köklü sözlər sayıla bilməz. Bu qədər, vəssalam. Gül, gülçü, güllük. Bax, gül deməli o bitkisindən törəmiş olan sözlərdir. Həmin güldən gülçü yaratmışam. Gülə baxan şəxs yaratmışam, bağban yaratmışam yəni. Eyni köklü sözlər leksik şəkilçilərin hesabına formalaşmalıdır. Güllük yaratmışam, çoxaltmışam elə bir həmin anlayışı. Daha sonra ev, yəni o obyektlə bağlı olaraq evdəki insan, evdəki hadisə və s. evlə bağlıdır. Evlə bağlıdır, bax evdar. Cansızdan canlı yaratdım artıq. Yeni mənalı söz yaratdım, leksikdir və ev ismi ilə bağlıdır. Burada gül ismi ilə bağlıdır. Aha, dolu, dolğun doldurmaq, atış, atıcı, atılmaq və s. məqamlara fikir verək. İndi məsəl üçün bizə desə ki, ev, evdəki evdar, evlər sözü desəydi. Bu da həmin evlə bağlıdır da, düzdürmü? Axı burada leksik şəkilçi yoxdur, qrammatikdir. Qrammatik şəkilçinin də hesabına mən eyni köklülük prinsipini yarada bilmərəm. Pozulmuş olacaq. Pozulmuş olacaq. Vəssalam şüddəman. Yox əgər bir sözdə deməli, leksik şəkilçidən sonra qrammatik şəkilçi verilərsə, o zaman tabi olacaq. Məsəl üçün,
bu belə olsaydı, evdəkilər olsaydı, mənə əsas bu hissə lazımdır, düzdürmü? Bu zaman o prinsipə tabi olacaq. Amma bu dakı dəkisiz xeyr. Aydındır? Belə. Sıxlıq və sıxıntı sözləri yazmışam. Hər ikisində kök nədir? Sıx sözüdür. Düzdürmü? Hər ikisində sıx sözüdür. Amma biri feildir, biri adlardan düzəlir. Intı şəkilçisi biz bilirik ki, deməli, feilin üzərinə artırılır. Burada feildir, amma burada sifətdir. Sıxlıqda deməli, sıx sözünün kökü sifətdir, sıxıntıda isə kökü feildir. İndi onu izah edəcəm. Belə bir sözlər var, hamısı əzbərə bilinməlidir. Düzlən, düzəl, sıxlaş, sıxlıq sözləri sifətə artırılıb, yəni bu şəkilçilər sifətə artırılıb. Digərləri isə düzün, düzgün, düzül, sıxıl, sıxış, sıxıntı və sıxıcı sözləri feilə artırılıb. Feilə artırılıb. İndi mən hardan bilərəm? Bunlar testdə ən çox düşən məqamlardır əzbər. Xüsusilə sifətə artırılan 4 dənə azdır. Onlar əzbər bilsəz kifayət eləyir. Yerdə qalanlar deməli nə artırılacaq? Feilə artırılacaq. İndi mən hardan bilim ki, mənə o verilən şəkilçi, tutalım ki, yazmışam bura laş şəkilçisi verib, düzdürmü? Mən hardan bilim ki, indi bunları da izah edərik, problem deyil. Mən hardan bilim ki, bu sıx burada feildir, yoxsa belə deyək də sifətdir. Bax, biz burada qaydadan bilirik ki, bu sifətə artırılan sözdür. Tutalım ki, onu bilmirik. Onu bilmirik. Həmin bu laş şəkilçisini götürürsən, başqa bir feilin üzərinə artırırsan. Məsəl üçün yazmışam, baxlaş. Yaxud da getləş. Məna verirmi? Məna verir, vermir. Məna vermirsə, deməli feili artırılmayıb. Amma onu laş, ləş şəkilçisinin sifətə artırar. Məsəl üçün yazaq, yaxşılaş, yaxınlaş, yaxud da. Məna verdi artıq. Məna verdi. Deməli sifətə artırılır. Buradakı bütün şəkilçiləri, istəyir sifətə artırılan, istəyir feilə artırılan şəkilçiləri elə bir-biri ilə əvəz eləmək metodu ilə asanlıqla, rahat şəkildə tapa bilərik. Vəssalam. Belə, eyni köklülükdən danışarkən biz dedik ki, kökü homonim olmamalıdır. Bəli, amma eyni köklülük eyni bir sözdən yaranmaya da bilər. Məsəl üçün, dəmir, dəmirçi, dəmirçilik sözü. Bunu bayaq dedik ki, sözün kökü ilə yaranmış olduğu nitq hissəsi arasında fərq var. Dəmirçi sözü dəmirdən yaranıb, çünki axırıncı leksik şəkilçisini silməliyəm. Amma dəmirçilik sözü dəmirçidən yaranıb. Vəssalam. Dediyimizi elə ki, ümumiləşdirdik. Bunlardan da danışdıq. Burada elə də bir məqam qalmadı. Son olaraq da aşağıda belə bir şey yazmışam. Yazmışam ki, vidalaşmaq, ayaqlaşmaq, bir də üzləşmək. Deməli, bizdə Azərbaycan dilində iki cür anlayış var. Bir var laş, ləş şəkilçisi, bir də var la plus ş şəkilçisi, ayrı-ayrılıqda. Deməli, indi mən hardan bilim ki, bu ladır, yoxsa laşdır? Vida sözün köküdür. Deməli, nə isə vidalamaqla vidalaşmaq deməli yaranmır. Alınmır. Aralarında məna yaxınlığı yoxdur, itir. Yaxud da ayaq sözün kökü nə isə ayaqlamaqla, təpikləməklə, nə isə uyğunlaşmaq, ayaqlaşmaq arasında məna yoxdur. Yaxud da üz sözün kökü nə isə üzləməklə, məsəl üçün kitabı üzləməklə, kimlənsə üzləşmək, qarşı-qarşıya gəlməyin arasında məna yoxdur. Deməli, mən bu şəkilçini silib, təzədən laş-ləş hissəciyin bir götürməliyəm, madməçdə məstərdir. Bu qədər bəsit. Yazaq bir dənə salamlaşmaq sözün, digərinə də nümunə yazaq çünki, sözün kökü salam, salamlamaq olar, salamlaşmaq olar. Yəni, məna axtarmalıyıq biz. Məna axtarmalıyıq. Bu la plus ş'lar da biraz mübahisəli məqamlardır. Ona görə orada mən diqqət yetirməyi vacib bildim. Sonra daşlaşmaq feili var bizdə.
Məsəl üçün, testdə ən çox düşən məqamlardan biridir. Deyir ki, uşaqlar daşlaşdı. Bir də deyək, yemək daşlaşdı. Yemək olmaz, sement daşlaşdı. Yemək çox qalanda da daşlaşır, ona görə. Sement daşlaşdı. Daşlaşdı. Hə, uşaqlar, bizim işimiz daşlaşdı ilə də. Götürüb onu da təhlil edəcəkdim, ha. Əlim öyrəşib artıq. Bir-birin daşlaya bilər uşaqlar, düzdürmü? Daşlaya da bilər. Mən atıram, ikimiz də daşlayıram. O da məni atırsa artıq daşlaşırıq da, düzdürmü? Qarşılıqlı şəkildə. Vəssalam. Amma yeməyi necə deyərəm ki, yemək daşladı, sement daşladı. Deyə bilərəm, deyəmərəm. Deyəmirəmsə, bunu silirəm məcbur. Bu şəkildə bircə qruplaşdırıram. Qruplaşdırıram. Sonra son olaraq da danışaq. Sizi çox yormayacağım. Zaten videonun izahın müddəti həddən artıq çox oldu. Amma çalışdıq ki, lazımlı məqamları verək. Aha, yaxşılaşdıq yazmışam. Sonra tərsə nə getdi mən bilmirəm. Maza nə yazmışam getməz. Aparmır. Bizdə mırdı, mazdı, dıqdı deyə bir şəkilçi yoxdur. Belə bir qrammatik şəkilçi anlayışı yoxdur. Bu son olaraq qeyddir. Bunu bir dənə bərkidək. Nidada qoyuram qabağına. Fikir verin. Bunları deməli mən iki hissəyə böləcəm. Bu nədir bu mu? Bizdə var təsdiq fe'llər, var inkar fe'llər. Aparır, aparmır, aparmayırdı əslində. Ma mənim A saiti yəni düşüb belə burada. Söz kökü ap deyil, apardı. Ma mə inkar. Ir nədir? Zaman şəkilçisi. Deməli, burada bu m və ir ayrı-ayrılıqdadır. Vəssalam. Getməz. Get sözün kökü, ma mə yenə inkar. Bu az əzdə gələcək zamandır o. Ər var idi, ha? Qeyri-qəti gələcək zaman. Həmin hissədir. Tələffüz zamanı sadəcə dəyişib. Fonetik dəyişikliyə uğrayıb. Nə olsun? Uğrasın da. Belə. Hə, dıq. Dıq. Leksik şəkilçilərlə qarışdırmamaqdan ötürü, zaten qarışdırmazsınız hər halda. Çünki bəzi leksik şəkilçilərin tələffüzü bu şəkildədir. Dıq kimi verilir. Nəysə. Zaten ortalıq qarışıqdır. Biraz da beynimizi mən qarışdırmayayım. Hə, yaxşılamaq olmaz, yaxşılaşmaq olar. Düzdürmü hər halda? Bu yenə də deyirəm, kökün içərisindədir. Bugün çox tələsdim elə bir. Yaxşılaşdı, yaxşılaşdıq biz. Aydındır mı? Bu şəkildə bu məqamlara da fikir verdiksə, inşallah ki, problem qalmaz. Belə, bu hissənin, bu izahın da sonuna gəldi. İnşallah ki, xeyirli məlumatları vermiş oldum. İzlədiyiniz üçün təşəkkür ederim.